Ay Ələkbər, bəs camaat sual verir, canın şirin. Deyirlər ki, Ələkbər bəs niyə Türkanla nəfəslə duet oxumur? İmkan verirlər ki, yəni, çatıram elə nəfəs almağı qoyurlar. Sənci nəfəs olur. Ben öldüreceğim bugün. Keçən də bir mənə üzbə saxlayıbdı, qardaş, Türkanın üzü çatma olar buradan. Sən ancaq çeyiz bülbülə. Oradan keçib Versen seni. Aslında nasıl bir ideyan var mı kimden sen hele gelmek işine doyut oku. Mənim ideyam sözün asılı, yəni kişi xeylağı ilə. Değerli izleyiciler, bildiğiniz gibi Güler balamızı bir neçə aydır ulserativ kolit xəstəliyindən müalicə etdiririk. Bağırsağındakı sancılar təbii ki dözülməzdir. Məcbur olub paylaşırıq. Halımızdan anlayıb dəstək olan, dua edən hər kəsə təşəkkür edirəm. Ümid edirəm ki, bizi başa düşəcəksiniz, dəstəyinizi əsirgəməyəcəksiniz. Allah heç kimə bizim kimi çarəsizlik nəsib eləməsin. Kömək olan, olmayan hər kəsə ancaq xoşbəxtlik arzu edirəm. Biz də təbii ki, balamızı xilas eləmək istəyirik. Ona görə sizdən maksimum şəkildə dəstək olmağı rica edirəm. Ümid edirəm ki, harayımıza səs verəcəksiniz, dəstək olacaqsınız, dua edəcəksiniz. Öncədən hər birinizə təşəkkür edirəm.